Location Hollandiya, Amsterdam, Red Light. Buranı videoya çekmək olmaz, amma mən sizin üçün videoya çəkdim və gördüyünüz kimi Mike Tyson cookies. Herkese salam. Biz bugün yollanırıq Hollandiyanın Amsterdam şəhərinə. Gördüyünüz kimi artıq Amsterdamdayıq. Dostumla görüşdüm. Tez otelə keçdik. Sizin üçün tez göstərmək istəyirəm. Burada yemək zonaları, liftə doğru gedirik. Artıq gördüyünüz kimi yuxarı mərtəbədəyik. Burada mən, dostum gedir qapı açmağa və bura bizim otaq mənzərəmiz. Bizim kravatlarımız burada qalacaq. 3 gün burada Amsterdamda tətilimiz var. Və burada mən yeni gəlmişik, hazırlanırıq. Mərkəzə gəldik, çatdıq metro vasitəsilə. Buradan biz yollanacaq Mike Tyson'ın açdığı shop mağazinə. 1-2 shopping edib, daha sonra Amsterdam küçələrinə gəzintiyə çıxdıq. Amsterdamda belə kanallar çox məşhurdur. Sayısını bilməsəm də 8-9'a yaxın belə kanallar var. Gördüyünüz kimi Amsterdamda vasitə daha çox velosipedlərdir. Küçələr çox dardır. Sadəcə bu kanallar insana zövq verir. Amsterdamın məşhur balaca evləri. Gördüyünüz kimi kanalların qırağında balaca gəzinti üçün belə parklar, insanlar. Mən çox zövq aldım gəzintidən. Və burası ən gözəl demək olar, ən maraqlı yer Amsterdamın Red Light'ı. Buranı çəkmək olmaz, amma biraz gizlin çəkiliş eləmək istədim. Burada seks işçiləri, necə deyərlər işləyir. Bu barədə çox danışmaq istəmirəm. Özünüz görürsünüz, yəqin məlumatımız var. Buradan yenidən ikinci günümüz oteldən çıxış edirik gəzinti üçün. Oteldə qaldığım günlər çox əziz aldım oteldən. 10 üzərindən 10. Güzel tramvayımız, Amsterdamın güzel küçələri. Yeni gəzinti üçün çıxmışıq. Daha sonra buradan yol alacaq yenə kanallar tərəfə. Yenə Amsterdamın mərkəzi, ən gözəl mağazinlərin yerləşdiyi mərkəz demək olar ki buradır. Və yenidən gözəl musiqi. Həqiqətən deyə bilərəm ki, ən bəyəndiyim, ən çox Avropa ölkələrindən bir nömrə Amsterdam, Hollandiya gəlir. Burada yenə Mike Tyson dostumuzun yanına kek salmaq unutmuşduq sadəcə. Burada kek saldıq, özümüz üçün yoxladıq. Çox gözəl, çox dadlıydı. 10 üzərindən 10.